Herkese salam. Biz sizinlə bu gün mənim stol şkafımın təmizliyini görəcəyik. İndi o paltarlarımı dəyişdikdən sonra görüşərik. Hal-hazırda mənim stolum belə görünür. Çünki şkafımda olan bəzi əşyalarımı çıxartdım. Amma bu gördüyünüz əşyalar təkcə yuxarı şkafın bir polkasından çıxıb. Şkafın içi hal-hazırda belə görünür. Əslində mən bu yuxarı polkanı biraz əl gəzdirmişəm. Keçək, davam edək. Burada çox əşya olduğuna görə bunlar bəzilərini ayırıb elə qoymaq lazımdır. Keçək. Burada bəzi dəftərlər var. Məndən keçən il dərs vaxtlarından qalma. Məsəl üçün, tarix dəftərim və ya Azərbaycanla qayda dəftərim. Mən bunları fikirləşirəm ki, ilk öncə ayırım. Bir də mənim belə bir papqam kimi demək olar. Hər il ad günümdən verilmə hədiyyələri bunun içinə qoyuram. Belə anı papqası kimidir demək olar. Əslində mən keçən ildə adı nə idi? Hədiyyə vermişlər mənə, yəni belə banknotlar, atkırtkalar. Mən onları bunun içinə qoymamışdım. İnanıram ki, yəni yığışdırdıqca onlar çıxacaq ortaya. Devam edeyim. Bəzən mən bloknotlarımı düzəldərkən belə dəftər üzündən belə bir maraqlı şeylər, kağızlardan götürüb kəsirəm və onları yapışdırıram. Məsəl üçün, bəzərini yapışdırmışam, kəsmişəm də. Və dediyimcə çox gözəl alınır elə ellərkən. Bunları qoya bilərik artıq. Amma məncə qəşəng görünməsinə görə belə bir köpə qoyun. Baxaq görünəcək, tər görsənir. İçinə qoyarkən. Bizi yerləşdir. Burada bəzi belə bloklar da var. Bunları da qoyaq. Hədiyyə paketləri kimi demək olar. Və atkırtkalar saxlayıram bəzən. Mənim fikrimizdə çox qəşəng görsənir. Belə hədiyyə paketlərin içinə qoyarkən. Belə görsənir. İçinə qoydum, belə görsənir. Gəlin baxaq qoyaq. Görə nəsə görsənir. Bunu şkafımın bu hissəsinə qoydum. Məncə yaxşı görünür. Əgər bayaq kimi qoysaydım daha da pis görünəcəkdi. Devam edə bilərik və məndə burada bloknotumun içi gözəl görünməsinə görə belə bir nakleykalarım var. Və bunlar həddindən çoxdur demək olar. Və bunları bir yerə axtarıram. Məncə amma bunun içinə qoysaq daha da yaxşı olur, həm də itməz. Və burada belə bir skoçlarım var bloknotuma görə. Bunları da bunun içinə qoymağı düşünürəm. Və bunlar belə göründü. Qoyduqdan sonra gəlin bunları polkaya yerləşdirək. Bunları da polkamın bu hissəsinə yerləşdirdim. Və bir-iki dənə belə bir əşyam qaldı. Gəlin bunları da yerləşdirək. Və bir-iki dənə qalan əşyaları da belə bir yerləşdirdim. Bu polka ilə işimiz qutardı. Keçək sıradakı polkaya. Çox pis gündə olduğunu bilirəm. Gəlin devam edək. İlk işim məncə bu polkanı boşaltmaq olacaq. Gəlin başlayaq.
Bu polkanı boşaltdığımıza görə əşyalarımızı yığmağa başlaya bilərik. O biri polkadan fərqlənməyərək bu polkanın içində də çox əşya çıxdı və bunları yığmağa başlaya bilərik. Hal-hazırda boşaltdığım polka mənim əslində texnoloji polkamdır və ona görə də burada naushniklərim, saatlarım və sair əşyalarım yerləşir. Mənim fikrimcə, məncə ilk öncə naushniklərimin hələsini öz korbkasına qoymalıyıq. İlk naushnikimi qoyduğuma görə polkamıza qoya bilərik. Və naushnikimi düşünürəm ki, belə qoysam daha da yaxşıdır. Çünki bu cür qoymaq olmur, yekə olduğuna görə. İkinci naushnikim zaten korbkasında olduğuna görə qoya bilərik. Bu naushnikimi də başqa cür qoymaq olmadığına görə bu biri naushnikin üstünə qoymağa qərar gəldim. Sonraki əşyamız saatim olduğuna görə bunu da qoyaq. Bu saatı da bunların üstünə qoymağına qərarına gəldim və hal-hazırda şkafın içi belə görsənir. Saatın yanına naushnikimi qoymalıyım. Sonraki əşyam da belə bir gecə işığımdır. Bunu da gəlin yerləşdirək. Gecə işığım belə yerləşdiyinə görə belə qoymağa qərarına gəldim. Sıradakı əşyam əlimdə olan bu powerbankdır. Gəlin bunu da qoyaq. Bankı da belə qoydum üst-üstə. Belə baxıram, hər şey üst-üstə qoyula gedəcək. Çünki naushniklər çox böyük bir yer alır. Mənim əslində belə bir dənə gecə işığım var. Amma bu stoluma gözəllik qatdığına görə bunu stolumun üstünə qoymaq qərarına gəldim. Bilmirəm nə tür oldu, amma mənim texnika şkafımın içində belə bir ana qabım da var. Bunun içində fərqli içindən səs gələn balıq qulaqları var və ya daşlar və sair əşyalar. Heyf ki, bu qabım mənim ana qabım yuxarı polkaya yerləşmir və ona görə də həmin yerində qalacaq. Və belə bir gözəl korbkanın içində mənim saatim var. Bunu da qoyaq. Bu saatda belə bir istiqamətdə qoydum. Ortalıqda qalan bəzi əşyaları da belə yerləşdirdim və bu şkafın sonucu belə görünür. Sıradakı polkaya keçə bilərik. İki şkafımızın polkası belə görünür. Bilirəm ki, çox pis gündədir. Gəlin bunu boşaldaq. Və o biri polkalardan fərqlənərək bu polkam çirklidir. Bunu nəm saftika ilə təmizləyəcəm. Polkanı da sildiyimizə görə əşyaları yerləşdirməyə başlaya bilərik. Bilirəm deməmişəm, amma bu əslində mənim aksesuar və ya duxu, kosmetika demək olar şkafım, polkam. Və mənim belə bir aksesuar qabım var. Bu gördüyünüz kimi bəzi aksesuarlar bu qabın içinə çıxıb və yerinə qoyulmayıb. Gəlin o aksesuarları yerinə qoyaq. Aksesuarlarımı şkatulkanın içinə qoyduğuma görə polkamızı yerləşdirməyə başlaya bilərik. Aksesuar qabımı bu bir küncə yerləşdirdim və digər əşyalarının yerləşdirməsinə davam edə bilərik. Sıradakı əşyalarım duxum, mistim və bədən spreylərimdir. Bunları da yerləşdirməyə başlaya bilərik. Duxumu və bədən spreylərimi belə yerləşdirdim və sıradakı əşyaya keçə bilərik. Əşyam belə bir gözəl ürək qabıdır və içində aksesuarım var. Gəlin bunu da yerləşdirək. Və sıradakı belə gözəl ürək formasında olan aksesuar qabımın üstünə yerləşdirdim. Kosmetika polkasında olan bu texnologiya polkasına aid olan adapterlarımı görməmişəm. Gəlin bu adapterları da öz polkasına yerləşdirək.
Adapterlarımı da belə yerləşdirdim. Adapterlarımın yerləşməsinə görə bu əşyaları buraya keçirdim. Və hal-hazırda bu şkaf belə görünür. Sıradakı əşyamız bu aksesuar qabıdır. İçində aksesuar var. Bunu da belə qoymaq qərarına gəldim. Belə bir qərara gəldim ki, əşyalar belə dursa daha da yaxşı olar. Çünki bu qələm və karandaş qabım ortada qalsaydı pis görünəcəkdi. Bu qabı da bu yerə qoymağa qərarına gəldim. Gəlin sıradakı əşyamıza keçək. Polkamızın nəticəsi belə görünür. Bəlkə sıradakı polkadan bəzi əşyalar bura aid olanlar çıxar. O biri polkaya keçə bilərik. Sıradakı polkamız kitab dəftər polkasıdır. Bir sözlə məktəbə aid olan əşyaların polkasıdır. Və bu polkanı boşaltmağa başlaya bilərik. Kitab polkasını boşaltdığıma görə bunun içi görürsünüz ki, çirklidir. Gəlin bunu ilk öncə silək. Kitab dəftər polkasını sildim və hal-hazırda belə görünür. Kitablarımızı yerləşdirməyə başlaya bilərik. Baxın, görün bu balaca polkadan nə qədər dəftər kitab çıxdı. Heç düşünməzdim ki, bu qədərdir. Və bu kitabları, dəftərləri yerləşdirmə çox vaxt tələb etdiyinə görə bu polka bizdən çox vaxt alacaq. Və həmişəki kimi ilk öncə kitablarımı yerləşdirmə qərarına gəldim. Gəlin kitabları yerləşdirmək. Kitabların yerləşdirilməsi bitdi və dəftərlərin yerləşdirilməsinə keçə bilərik. Dəftərləri də belə yerləşdirdim və qalan sıradakı əşyalara keçə bilərik. Və digər qalan əşyaları da belə yerləşdirdim və bu polkanın da sonuna gəldik. Bu da yığışdırdığım ilk şkafın nəticəsi. Bu da yığışdırdığım ikinci şkafın nəticəsi. Və stol şkaflarımın yığışdırılmasının sonuna gəldik. Əgər bəyəndinizsə, kommentləri yazmağı unutmayın. Və sıradakı videonun nə olmasını istəyirsinizsə, onları da yazmağı unutmayın. Hər kəsə bay bay.